Salam, merhaba, xeyir olsun. Bugün də Güvən 9 riyaziyyat kitabından həqiqətlər mövzusundan qaldığımız yerdən davam edirik. 61-ci sualdan başlayırıq. Deməli, deyir ki, mənfi modulda mənfi 12 çıxılsın 15, üstə gəl, mənfi modulda 3-ün kvadratı, üstə gəlinsə modulda mənfi 16 bərabərdir. Mənfini saxlayırıq. Mənfi 12-dən 15 çıxanda qalır mənfi 27, eyni işarəlidir, toplanın işarəsi qalır. Üstə gəl, mənfi üçün modulu müsbət 9-dur. Üstə gəl, mənfi 16 moduldan müsbət 16. Mənfi 27-dən müsbət çıxır, müsbəti qarşıdakı mənfiyə vuranda eləyir mənfi 27, üstə gəl 9, üstə gəl 16. Bərabərdir, mənfi 27, üstə gəl 9-un son 16 25 eləyir. Çıxanda mənfi 2-yə bərabər olur 61, D variantı. B variantı. 63-cü suala baxırıq. 62-də deyir ki, 64 üssü mənfi 0,8 dövrdə 3 ifadəsinin qiymətini hesablayın. Deməli, 64 üssü mənfi 0,8 dövrdə 3, 90-da 83 çıxılsın 8. Yəni ki, 75 eləyir. Bunların hər ikisi 15-ə xüsusiyyəsə 6 qalır, 5 qalır. Bərabər olur 64 üssü mənfi 6-da 5. Bu da bərabərdir. 64-ü 2 əsasdan göstərəndə 64 2 üssü 6-dır. Üssü mənfi 6-da 5. Bərabərdir. Qüvvəti ölçəndə dərəcələr bir-birinə vurulur. 6 vurulsun mənfi 6-da 5. Bu da bərabərdir. 2 üstü 6 ilə 6 ixtisariyyəti qaldı. 2 üstü mənfi 5. Uşaqlar, mənfi üslü kəmiyyətdə kəsrə bərabərdir. Yəni 1 bölünsün 2 üstü müsbət 5. 2-ni də 5 dəfə özünə vuranda 32 eləyir. Cavab olur 32-də 1-ə bərabər. Yəni doğru cavab B variantı. Növbəti 63-cü sualda ifadəsinin qiymətini hesablayın. Deməli, uşaqlar, burada 3 tək dərəcədən mənfi mənfiyə bərabərdir. 2-də 1 də 3 dəfə özünə vuranda 8-də 1 eləyir. Mənfi 4-ün kvadratı eləyir mənfi 16. Çünki kvadrat mötərizənin içərisindəcə yalnız ədədə aiddir, işarəyə aidiyyəti yoxdur. Mənfi 2-nin də üssü 4, yəni 4 cüt dərəcədir. Cüt dərəcədən mənfi müsbətə bərabərdir. 2-ni də 4 dəfə özünə vuranda 16 eləyir. Buradan 16 ilə 16 ixtisar etdi. Mənfini buradakı mənfi əlində müsbət eləyir. Cavabımız qalır 8-də 1-ə bərabər. 8-də 1-də uşaqlar 1 bölünsün 8-də 2 üstü 3-dür. Kəmiyyət nə zaman kəsrə bərabərdir? Mənfi üslü olanda. Yəni cavabımız 2 üstü mənfi 3-ə bərabər olacaqdır. Növbəti 64-cü sualda ifadə verib T ifadəsinin qiymətini hesablayın. Deməli, burada uşaqlar mənfi 2-nin kvadratı, əgər burada mötəriz yoxdursa, kvadrat yalnız 2-yə aiddir. Mənfi 2-nin kvadratı edir mənfi 4. Mənfi 5-in modulu müsbət 5 edir. Müsbəti qarşıdakı mənfiyə vuranda edir mənfi 5. Üstə gəl, modul mötərizədə 4 çıxılsın 7. Modulda edir 7-yə bərabərdir kubu. Məxrəcdə də 7-dən 9 çıxanda edir mənfi 2 bərabərdir. Mənfi 4-dən 5 çıxanda edir mənfi 9. 4-dən 7 çıxanda edir mənfi 3. Mənfi 3-ün kubu. Məxrəcdə də mənfi 2-nin modulu müsbət 2-dir. Bərabərdir, mənfi 9. Mənfi 3-ün tək dərəcəsi ilə tək eləyir, yəni mənfiyə bərabərdir. 3-ü də 3 dəfə özünə vuranda 27 eləyir, bölünsün 2. Bu da bərabərdir, mənfi, eyni işarələr toplanılır işarəsini saxlayır. Mənfi 36 bölünsün 2. Cavab olacaq, mənfi 18-ə bərabər. Növbəti 65-ci suala baxaq. 65-də deyir ki, 0 tam 1000-də 2-nin kubu vurulsun 10 üstü 10 ifadəsinin qiymətini hesablayın. Demək bu 1000-də 2-ni, mən kəsr çəkini yazıram, 1000-də 2 üstü 3 vurulsun 10 üstü 10 bərabərdir. Kub hərbisinə aiddir, yəni 2-nin də kubu, 10 üstü 1000-in də kubu, 1000-in də kubu vurulsun 10 üstü 10. Bu da bərabərdir. 2-nin kubu 8 eləyir. 1000-i uşaqlar 10 üstü 3 göstərirəm, 10 üstü 3-dür. Vurulsun 10 üstü 10. Bu da bərabərdir. 8 bölünsün. Qüvvəti ölçəndə dərəcələr bir-birinə vurulur. 3 üçün 9 eləyir. Vurulsun 10 üstü 10. 10 üstü 10-dan 10 üstü 9 ixtisar, yəni bölündüsə qüvvətlər çıxılır, amma dərəcəsi bölgündə 1-dən qalır. Çünki 10-dan 9-u çıxanda 1 qalır. Yəni birində 8 qaldı, burada da 10 qalmışdı. 8-də 10-a vururuq. Cavabımız eləyir 80-ə bərabər. Doğru cavab 65-də C variantı. Növbəti 66-cı suala baxırıq. Deməli, ifadə və ifadənin qiyməti hesablayın. Deməli, modulda mənfi 12 çıxılsın, 4-ün kvadrat eləyir 16, çıxılsın, modulda mənfi 6-nın 3-ə vuranda eləyir mənfi 18. Bu da bərabərdir. Mənfi 12-dən 16 çıxanda eyni işarələr toplanır işarəsini saxlayır, çıxılsın, modulda mənfi 18. Mənfi 28-in modulu müsbət 28. Uşaqlar, mənfi 18-in də modulu müsbət eləyir, amma müsbəti qarşıdakı mənfiyə vuranda elə mənfi 18 eləyir.
28'dən də 18 çıxanda cavabımız qalacaq 66 D variantı ona bərabər. 67-ci suala baxırıq. Deyir ki, modulu 3-ə bərabər olan ədədlərin hansını tap. Hər hansı bir A ədədi götürürəm, 3-ə bərabər. Bilməli ki, modul daxil ifadanın 2 dəqiq qiymət var. Biri 3-dür, biri isə -3. Çünki həm 3-ü, həm də -3-ü A-nın qiymətinə yerinə qoysaq, yenə də cavabımız 3 olacaq. Deməli, modula bərabər 3-ə bərabər olan 2 dənə ədəd var. 3 və -3. Onların da hasilini soruşur. 3-ü -3-ə vururam, eləyir -9. Doğru cavab 67 B variantı. 68-ci sual. 68-də deyir ki, 6 bölünsün kökdə 2 kəsirin məxrəcini irrasionaldan azad edin. Deməli, kəsirin məxrəcini irrasionaldan azad etmək üçün kəsirin məxrəcin ilə qoşmasına vurmaq lazımdır. Yəni, kəsirin sürəti məxrəcin qoşmasına. Kökdə 2-nin də qoşması özü idi. Uşaqlar, burada kökdə 2-ni kökdə 2 vuranda 2 eləyir. Sürətdə də 6 kök altında 2 eləyir. 6 ilə də kökdəki 6 ilə də 2 ixtisar etdi, 3 qaldı. Bərabər oldu 3 kök altında 2. Yenə uşaqlar, məxrəci irrasionaldan azad etmək üçün kəsirin sürət və məxrəcin qoşmasına vurmaq lazımdır. Yəni kökdəkinin qoşması özü idi. Kökdəkini kökdə 2-yə vurdu. Kökdə 4, yəni 2 kök çıxdı. Sürəti də kökdə 2-yə vurmuşdum. 6 kökdə 2. 6 ilə 2-ni ixtisar apardım. 3 qaldı. 3 kök altında 2-yə bərabər oldu. 69-da da eynisidir. Yenə deyir 24 bölünsün kök altında 6. Yenə də məxrəci irrasionaldan azad etmək üçün hər tərəfi məxrəcin qoşmasına vurulub. Kökdə 6-nı kökdə 6 evində 6 eləyir. Sürətdə də 24 kök altında 6. 6 ilə 24 getdi. 4 qaldı. Cavabımız oldu 4 kök altında 6-ya bərabər. Doğru cavab A variantı. 70-ci suala baxırıq. 70-ci sualda deyir ki, -9,2 ilə 12,3 ədədlər arasında yerləşən tam ədədlərin cəmidir. Deməli, bu arada yerləşən ədədlər uşaqlar başlayacaq -9-dan -9, -10, -11 və -12. Uşaqlar, -9-dan 9-a qədər əks ədədlərdir və əks ədədlərin cəmi 0-a bərabərdir. Yerdə qalan oldu 10, 11, 12. Bunu da toplayanda cavabımız eləyəcək 33 A variantı. 71-ci suala baxırıq. Mənfi kök altında 10 ilə kökdə 20 ədədlər arasında yerləşən tam ədədlərin sayıdır. Uşaqlar, mənfi kökdə ondan təxminən deyək ki, çıxır təxminən 3,1. Kökdə 20-dən isə təxminən çıxır tutaq ki, deyək ki, 4,5. -3,1 ilə 4,5 arasındakı tam ədədlərin sayı -3, -2, -1, 0, 1, 2, 3 və 4-ün özü. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Cavabımız olacaq 71-də C variantı 8. 72-yə baxırıq. 72-də deyir B ədədinin əksi -3-ə bərabərdir. Uşaqlar, B-nin əksi -B-dir. Və bu -B-də deyir -3-ə bərabərdir. Hər tərəfi mənfiyə vursan, B oldu 3. Olarsa deyir 2B üstə gəlinsin 11 ifadəsini tap. Uşaqlar, burada B-nin yerinə 3 qoysaq, 2 vurulsun 3 üstə gəl 11. 2 üçün 6 eləyir. 6-ın üstünə 11 gələndə də doğru cavabımız 17 eləyəcək A variantı. 73-cü suala baxırıq. Görək 73-də bizə nə deyir? Deyir, əksindən 15 vahid böyük olan ədədi tapın. Ədədimiz uşaqlar A olsun. Əksi isə -A olsun. Deyir, A ədədi özünün əksindən 15 vahid böyükdür. Deməli, əksi 15 vahid kiçikdir. Yəni, mən əksinin üzərinə 15 gəlsəm, ədədin özünə bərabər olacaq. -A-nı atsaq sol tərəfə, A ilə A toplanır, 15 eləyir. Toplayanda 2A bərabərdir 15, A da bərabər 15-i 2-yə böləndə 7,5 düşəcək, doğru cavab D variantı. 74-cü suala baxaq uşaqlar, 74. R bərabərdir 3 vurulsun 10 üstü 5 ədədinin tərtibini tap. Demək olar, ədədin standart şəkli R bərabərdir A vurulsun 10 üstü N-dir. Burada mütləq A qiymətli hissədir, N isə tərtib. Bu ədədin qiymətli hissəsi böyük və ya bərabər 1 olmalıdır, kiçikdir, 10 şərti mütləq şəkildə ödənməlidir. Bu da görür ki, standart şəkildə, çünki bunun qiymətli hissəsi 1 ilə 10-un arasında olduğuna görə elə bunun tərtibi 5-ə bərabər olacaqdır. 75-də də R bərabərdir 64 vurulsun 10 üstü 9 ədədinin tərtibini tapın. Artıq burada 64 1 ilə 10 arasında girmədiyinə görə bir vahid geriyə qayıdacaq, bir addım geriyə qaydırıq, eləyirik 6,4. Şahid yazı qalsın ki, bir addım geriyə qayıtdıqda qüvvəti bir vahid artırırıq. Yəni 10 vurulsun 10 üstü 9-u bir vahid artırırıq, eləyir 10. Artıq bunun yeni tərtibi 10-a bərabər olacaqdır. Evet, yenə də 76-cı sualda deyir ki, 40 vurulsun 10 üstü 5-in tərtibini. 40-dakı 1 ilə 10 arasında yenə də düşmədiyinə görə geriyə qaydırıq, 4 olur və qüvvəti bir vahid artırıq. Nə qədər geriyə qayıtmışıqsa, qüvvəti bir o qədər dəfə artırıq. 2 dəfə geriyə qayıtsaydıq, 10 üstü 7 olacaq. Bizdən tərtibi soruşur, tərtib olacaq 6-ya bərabər.
77-ci suala baxırıq. Deyir, R bərabərdir 25 vurulsun 10 üstü 3 ədədinin qiymətli hissəsidir. Uşaqlar, qiymətli hissə mütləq şəkildə yeni deyirəm ki, 1 və 10 aralığında düşməlidir. 25-dən bir addım geriyə qayıtsaq olur 2,5 və qüvvəti bir vahid artırıq. Bizdən qiymətli hissəni soruşur. 2,5 olacaq B variantı. 78-ci sualda R bərabərdir 25 vurulsun 10 üstü 3 ədədinin standart şəkildə yazılışındakı qiymətli hissəsi. Yenə də təkrar saldığı səhv gedir yəqin ki, geriyə qayıdırıq bir vahid, bir addım daha da olsa 2,5 vurulsun 10 üstü 4. Yenə də bunun qiymətli hissəsi 2,5 olacaq. 79-cu suala baxırıq. A bərabərdir 3 vurulsun 10 üstü 5 və B bərabərdir 5 vurulsun 10 üstü 5 ədədinin hasilinin tərtibidir. Deməli, 2 ədədin hasilini tapanda bunun qiymətli hissələrini 1 vururuq, 3-ü 5-ə vururuq 15. Tərtiblərin də 10 üstü 5 və 10 üstü 5 əsaslar eyni olursa qüvvətlər toplanılır. Yəni 5 ilə 5 toplayırıq 10 eləyir. Bu da bir addım geriyə qaydanda, çünki 1 ilə 10 arasında düşsün deyə 1,5 vurulsun 10 üstü, artıq qüvvəti bir vahid artırırıq, 11-ə bərabər. Bizdən də qiymətli hissəsini soruşur. Yox, bağışlayın, tərtibini soruşur. Tərtib olacaqdır 11-ə bərabər. 80-ci suala baxırıq. N-in hansı qiymətində 20 vurulsun 10 üstü N ədədinin tərtibi, yəni N-i 5-ə bərabər olur. Birinci suala burada bir addım geriyə qayıtmalıyım ki, 1 ilə 10 aralığına düşsün. Qiymətli hissə onda 2 vurulsun 10 üstü. Axı qüvvətdə də bir vahid artırmalıyıq. Bu tərtib 5 olmalıdır. Bu tərtibin 5 olması üçün, yəni n üstə gəl 1-in 5 olması üçün bir az sağ tərəfə çıxılacaq. Deməli, n neçə olmalıdır? 4-ə bərabər olmalıdır. İşte birinci sualda deyir ki, A bərabərdir 8 vurulsun 10 üstü 7 və B bərabərdir 5 üstü 2 vurulsun 10 üstü 2 ədədlərinin hasilinin qiymətli hissəsini tap. Yenə də A-nı B-yə vururuq və qiymətli hissələri 1 vururuq. Uşaqlar, burada 5-in kvadratı eləyir 25. 10 üstü 7 vurulsun 10 üstü 2 eləyir 10 üstü 9. 8-i 25-ə vuranda eləyir 200, vur 10 üstü 9. Bu da standart şəkildə olmadığına görə biz artıq 2 addım qayıtmalıyıq ki, 1 ilə 10 arasında düşsün, 2-yi vurulsun. Əgər 2 addım geriyə qayıtmışıqsa, qüvvəti 2 vahid artırırıq. Bizdən də nəyə soruşur? Hasilinin qiymətli hissəsini tapın. Bəli, qiymətli hissəsi 2 olacaq, B variantı. 82-ci sual. Ən kiçik 5 rəqəmli ədədin standart yazılışında qiymətli hissəsi ilə tərtibinin cəmidir. Ən kiçik 5 rəqəmi desə 1 və yanına 4 dənə sıfır atılıq oldu. Ən kiçik 5 rəqəmli, yəni ki 10.000. Bunun qiymətli hissəsi bərabərdir. Bax, 1-ə qədər qayıtmalıyıq ki, qiymətli hissə 1 ilə 10 arasında düşsün. 1, 2, 3, 4 dənə geriyə qayıtıq. 1. Əgər 4 addım geriyə qayıtmışsa 1 vur 10 üstü 4. Bunun qiymətli hissəsi 1 oldu, tərtibi isə 4 oldu. Səmin soruşur bizdən 5-ə bərabər olacaqdır. 80-ci suala baxaq. 80 üstü 5,2 ədədini təcrübələrə qədər yuvarlaqlaşdırın və nisbi xətanı tapın. Deməli, bunu təcrübələrə qədər yuvarlaqlaşdıranda, yəni 5-ə qədər yuvarlaqlaşdıranda 5-in sağında 2 varsa 5 dəyişmir, qalanlar 0 çevirir, tamdan sonra 0 mənası yoxdur. Bu artı oldu nə? Təqribi qiymət, təqribi qiymət. Deməli, nisbi xətanı tapmaq üçün uşaqlar birinci mütləq xətanı tapmaq lazımdır. Mütləq xəta bərabərdir modulda təqribi qiymət çıxılsın həqiqi qiymət. Yəni ki, 5,2 həqiqi qiymət bərabərdir. Təqribi qiymət 5-dir, həqiqi qiymətimiz 5,2-dir. 5-dən 5,2 çıxanda qalır mənfi 0,2 moduldan mənfi 0,2 bu da moduldan çıxdıqda müsbət 0,2. İndi burada uşaqlar nisbi xəta bərabərdir mütləq xəta bölünsün təqribi qiyməti. Təqribi qiymət. Mütləq xətamız 0,2-dir. Təqribi qiyməti bərk yuvarlaqlaşdırdıq 5 aldıq. Ta vurup 1 sıfırlasam 2 ilə onluq sözə çevirməsinin elə 50-ni 100-ə gətir. 2-yə vuraq, 2-ni 2-yə vuraq, %4. Bu da bərabərdir 0-dan %4-ə bərabər. Bax, belə. 84-cü suala baxırıq. Yenə də eyni sualdır. Deyir, 13,3 ədədini təkliklərə qədər yuvarlaqlaşdırın və nisbi xətanı tapın. Deməli, bunu təkliklərə qədər yuvarlaqlaşdıranda 2-nin sağında 3 var deyə 2 dəyişmir, elə 12 qalır. 12 bizim təqribi qiymətdir. Təqribi qiymətdir. Deməli, nisbi xətanı tapmaq üçün ilk növbədə mütləq xətanı tapırıq. Mütləq xəta bərabərdir modulda təqribi qiymət çıxılsın dəqiq qiymət.
bərabərdir. Modulda təqribi qiymətimiz 12-dir. Çıxılsın dəqiq qiymət 12,3-dür. Bərabərdir. Modulda -0,3. -0,3-ün də modulu müsbət 0,3-dür. Və nisbi xəta bərabərdir. Nisbi xəta bərabərdir. Mütləq xəta bölünsün. Təqribi qiyməti bərabərdir. Mütləq xətamız 0,3-dür. Təqribi qiymətimiz də 12-dir. Tam vurur 0 açaq. İxtisar getdi 40-da 1 qaldı. Bərabərdir. 40-da 1. Bunu da 1000-ə gətirmək üçün 25-ə vuraq, 25-ə vuraq. 1000-də 25, yəni 0,1000-də 25 olacaq cavabımız C variantı. Deməli 85-ci suala baxırıq. 85-də deyir ki, 9,8 ədədini tezlikləri qədər yuvarlaqlaşsın və mütləq xətanı müəyyən edin. Yenə də eyni qaydadır. Tezlikləri qədər yuvarlaqlaşdırdıqda 9-un sağında 8 var edə 9 bir vahid artır 10 olur. Bizdən mütləq xətanı soruşur. Mütləq xəta bərabərdir modulda təqribi qiymət çıxılsın dəqiq qiymət. Dəqiq qiymət. Bu da bərabər. Təqribi qiymətimiz 10-dur, dəqiq qiymətimiz 9,8-dir. Bərabərdir. 10-dan 9,8 çıxanda edir 0,2 elə 0,2. Uşaqlar, əgər faizlə soruşursa 0,2-ni vuracaq 100-ə. Bu deyəcək 20%-ə bərabər. 8,6. 86-cı sual. 14,7 ədədini təkliklərə qədər yuvarlaqlaşdırın və mütləq xətanı tapın. Təkliklərə qədər yuvarlaqlaşdırdıqda bu olur 15. Mütləq xəta bərabərdir. Mütləq xəta bərabərdir. Modulda təqribi qiymət çıxılsın dəqiq qiymət. Bu da bərabərdir. Modulda təqribi qiymətimiz 15-dir. Çıxılsın dəqiq qiymətimiz 14,7-dir. Bu da bərabərdir. Modulda 0,14 ilə bu da 0,3-ə bərabərdir. Doğru cavab Y variantı. 87-ci sualda deyir ki, kökdə 1 çıx 3 modulda siyal kökdə 1 çıx 2 ifadəsini sadələşdirin. Demək olar 3-ə kök altında 9 kimi baxsaq və buradakı 2-yə kök altında 4 kimi baxsaq, təxmin eləyək 5-dən 9 çıxanda mənfi ədəd alınır. Mənfi ədəd modul daxili mənfi olmasın deyə biz modul daxili ifadənin yerini dəyişirik. 3 çıxılsın kökdə 1. Amma burada 5-dən 4 təxmin çıxanda müsbət ədəd alınır deyə yer dəyişməyə ehtiyac yoxdur. Elə kökdə 1 çıxılsın 2 saxlayırıq. Müsbət kökdə 5 ilə mənfi kökdə 5 islah getdi. 3-dən də 2 çıxanda cavabımız oldu 1-ə bərabər. 88-ci suala baxırıq. Modulda 4 çıxılsın kök altında 15. Üstəgəl modulda kökdə 15 çıxılsın 4 ifadəsini sadələşdir. Yenə də uşaqlar 4-də kök altında 16 kimi, 4-də kök altında 16 kimi baxsaq, 16-dan 15 çıxanda müsbət ədəd alınır deyə yer dəyişməyə ehtiyac yoxdur. 4 çıxılsın kök altında 15. Üstəgəl 15-dən 16 çıxanda amma mənfi ədəd alınır deyə modul daxilinin yerini dəyişirik. 4 çıxılsın kök altında 15. 4 ilə 4-ü toplayanda 8 eləyir. Mənfi kökdə 15, mənfi kökdə 15, mənfi 2 kök altında 15 olur. Cavab olur 8 çıxılsın 2 kök altında 15. 89-cu suala baxırıq. Modulda 10 çıxılsın 2 kök altında 3. Üstəgəl modulda 10 üstəgəl 2 kök altında 3. Bərabərdir. Demək olar bu kök altında 100-dür. Bunda kök altında kvadratla salanda 4, 4 üçün 12. 100-dən 12 çıxanda müsbət edir deyə yer dəyişməyə ehtiyac yoxdur. 10 çıxılsın kök altında 3. Üstəgəl toplamada ümumiyyətlə ehtiyac yoxdur. 10 üstəgəlsin 2 kök altında 3. Müsbət 2 kökdə 3, mənfi kökdə 3. 10-la da onu toplayanda cavab olacaq 20-yə bərabər A variantı. Növbəti sualımıza da deyir ifadəsinin qiymətini hesablayın. Sonra burada 0,5-ə baxıram kök altında 0,125 kimi kvadratı yüksəlib kökün altına saldım. 0,3 kvadratı yüksəldir 0,109. Buna bir 0 açaq uşaqlar, bu olur 40, bu olur 25. 40-dan 25 çıxanda müsbət alınır deyə yer dəyişməyə ehtiyac yoxdur. Yəni kök altında 0,4 çıxılsın 0,5. 0,9-dan buna da 0 açsaq, 9-dan 40 çıxanda mənfi alınır, yer dəyişməyə ehtiyac var. Uşaqlar, yadda qalsın, modulun qarşısında mənfi varsa yerini dəyişmirik. Qarşısına mənfi atıb çıxardırıq ki, bu mənfini, bax bu mənfini müsbətə çevirsin deyə. Bu mənfini müsbətə çevirsin. Onda müsbətə çevirəcək, artıq yer dəyişməyəcəm, 0,4 çıxılsın, kök altında 0,4. Mənfi 0,4, müsbət 0,4 bərabərdir. Mənfi 0,5 üstəgəl 0,5. Bunlar da müxtəlif işarələrdir, çıxılır, modulca böyük olanın işarəsi qalır. Mənfi 0,2 Y variantı. Növbət 91-ci sualda deyir ki, ifadəsini sadələşdirin. Yenə də uşaqlar 4-ə baxırıq kök altında 16 kimi, burada da 4-ə kök altında 16 kimi baxırıq. 16-dan 15 çıxanda müsbət alınır deyə yer dəyişməyə ehtiyac yoxdur. Üstəgəl 15-dən 16 çıxanda mənfi alınır deyə yer dəyişmə edirik. 4 çıxılsın kökdə 15.
Burada da 4 ilə 4 toplayırıq 8 eləyir. Çıxılsın kökdə 15-dərdəki 2 kök altında 15 eləyir. Növbəti sual 92-ci suala baxaq. Yenə də bunu mənfi müsbət olduğunu araşdırmaq üçün biz boş yer saxlayaq. Kökdə 6 bölünsün. Bu 2-yə kökdə 4 kimi baxırıq. Çıxılsın 1. Eyni kökün altına salsaq, kök altında 6 bölü 4 çıxılsın. 1-ə də ki kökdə 1 kimi baxaq. 6-nı 4-ə bölündə düşür 1,25 dəfə. Çıxılsın kökdə 1. 1,25-dən 1 çıxanda təxmin eləyək ki, müsbət ədəd alınır. İkincidə də 1 çıxılsın, kök altında 5. Buradakı 2-ni baxırıq kökdə 4 kimi. Yəni 1 çıxılsın, 1-ə də kökdə 1 kimi baxaq. Kök altında 5-i 4-ə böləndə 1,25 düşür. 1-dən 1,25 çıxanda isə 4-də 6, 4-də 6 çalıb 1,5 idi. Bağışlayın, 1,5. 1-dən 1,25 çıxanda mənfi ədəd alınır. Deməli, birinci müsbət alındı deyə yer dəyişməyə ehtiyac yoxdur. Kökdə 6 bölü 2 çıx 1. İkincisi mənfi alındı deyə yer dəyişmə olacaq, amma yer dəyişmə yox, qarşısına mənfi alaq ki, bu mənfiyə təsir eləsin, müsbət eləsin və yerini dəyişməyək. Kökdə 5 bölünsün 2. Mənfi 1 ilə müsbət 1 gedər. Bunlara da ortaq məxrəc 2-dir. Kök altında 6 çıxılsın, kök altında 5 bizim cavabımız olacaqdır. 93-cü suala baxaq. Modulda kökdə 2 çıxılsın 2, çıxılsın, modulda 2 çıxılsın 2 kökdə 2, üstə gəlsin, modulda kökdə 2 çıxılsın 1. İfadəsinin qiymətini hesablayın. Bərabərdir. Buna kök altında 4 kimi baxsaq, 2-dən 4 çıxanda mənfi alınır deyə yerini dəyişirik. 2 çıxılsın, kökdə 2. Sonra bu 2 kökdə 2, kök altında kvadratla çərcəsə 4, 4 2 8, bu da kökdə 4. 4-dən 8 çıxanda mənfi alınır. Yerini dəyişmirik, qarşısına mənfi atırıq ki, mənfiyə təsir etsin, müsbət eləsin. 2 çıxılsın, 2 kökdə 2. Burada da kök altında 1 kimi baxsaq, 2-dən 1 müsbət edir, yerini dəyişməyə ehtiyac yoxdur. Kökdə 2 çıx 1. Mənfi kökdə 2 ilə müsbət kökdə 2 silah getdi. 2, 2, 4, 4-dən 1 çıxanda eləyir 3. Bir dənə də mənfi 2 kökdə 2-miz var. 3 çıxılsın 2 kökdə 2. A variantı. 94-cü suala baxaq. 0 kiçikdir x kiçikdir 2 olarsa modulda 2 çıxılsın x çıxılsın modulda x çıxılsın 3. Demək sonra x 0 ilə 2-nin arasında deyək ki 1-dir. Bütün x-lara 1 versək, görək modul daxilinin hansı mənfidirsə yerini dəyişəcək. 2-dən 1 çıxanda 1 eləyir, müsbət eləyir, yerini dəyişməyə ehtiyac yoxdur. 1-dən 3 çıxanda mənfi eləyir, yerini dəyişmirik. Qarşısına mənfi atırıq ki, müsbət olsun, x çıxılsın 3. X ilə x getdi, 2-dən də 3 çıxanda mənfi 1-ə bərabər olur. 95-ci suala baxırıq. Modulda 2x çıxılsın 10, üstə gəl, modulda 3y çıxılsın 9, kiçik və bərabər 0 olarsa x minus y fərqdir. 2 modulun cəmi uşaqlar 0-dan kiçik olmaz, amma 0-a bərabər olar. O da nə zaman baş verir? Hər iki modulu 0-a bərabər götürəndə. 3y çıxılsın 9 bərabər 0. Buradan 2x bərabərdir 10, x bərabər 5. Buradan 3y bərabərdir. Mənfi 9 atdıq sağa müsbət 9, y oldu 3. Birdən də x çıx, y soruşur. 5 çıxılsın 3, 2-yə bərabər olacaqdır. Evet, 96'a verib 2 kiçik x kiçik 3 olarsa bu ifadəni tam. Deməli, x 2 ilə 3-ün arasındakı deyək ki, bu 2,5-dir. Deməli, bütün x-ları yenə 2,5 qoysaq, 2,5-dən 2 çıxanda müsbət edir, yerini dəyişməyə ehtiyac yoxdur. 2,5-dən 3 çıxanda mənfi eləyir deyə yerini dəyişirik. 3 çıxılsın x eləyirik. Mənfi x-dən müsbət x getdi. Mənfi 2-nin üstünə 3 gələndə müsbət 1-ə bərabər oldu. 97-ci suala baxaq. A böyükdürsə 0 olarsa kök altında a üstü 8, 8-ci dərəcədən, üstə gəl kök altında a üstü 7, 7-ci dərəcədən. Sonra cüt dərəcədən isə kök aparırsa çölə modulundan çıxır, üzərinə gəl. Cüt dərəcə, tək dərəcədən isə çölə sadəcə özü çıxır. A sıfırdan böyüksə a müsbətsə ilə modul olduğu kimi çıxır. A üstə gəl a toplayanda 2a eləyəcəkdir. Növbəti x kiçik y kiçikdir 0 olarsa, deməli hər ikisi uşaqlar mənfi ədədlərdir. Amma 0-dan uzaq olan mənfi 2 olsun, 0-a yaxın olan mənfidir. Deməli x-ə mənfi 2, y-ə mənfi 1 verirəm, x-ə mənfi 2, y-ə mənfi 1 verirəm, bərabərdir. Mənfi 2-dən 1 çıxanda mənfi 3 edir. Modul daxili mənfidir deyə qarşısına mənfi atırıq, moduldan çıxardırıq. Mənfi x plus y. Mənfini mənfiyə müsbət, mənfi 2-nin üstündə bir dənə mənfi eləyir, modul daxil mənfi eləyir, yerini dəyişmirik, amma qarşısına mənfi atanda bu mənfiyə təsir eləyir, müsbət olur, x çıxılsın y. Mənfini bunlara vurub açanda eləyir mənfi x minus y, üstə gəl x minus y. Mənfi x ilə müsbət x getdi, 2 dənə mənfi y də mənfi 2y-ə bərabər oldu, cavab B variantı. 99-cu suala baxırıq, deməli a kiçikdir 0, b böyükdür 0 olarsa,
Modulda A çıxılsın 1, çıxılsın modulda A çıxılsın 1, üstəgəl modulda B üstəgəl 1. Bərabər. A sıfırdan kiçiksə mənfidir. Deyək mənfi 1-dir. B sıfırdan böyüksə müsbətdir. Deyək ki, müsbət 1-dir. A-ya mənfi 1, B-yə müsbət 1 verilir, B-yə müsbət 1 verilir. Mənfi 1-dən 1 çıxanda mənfi alınır. Onda yerini dəyişirik modul daxil ifadən. Mənfi 1-dən 1 çıxanda mənfi 2 alınır. Mənfi alınır. Qarşısına mənfi atırıq ki, mənfiyə təsir etsin, müsbət eləsin. A çıxılsın B. Bu da müsbət eləyir deyə elə B üstəgəl 1 yazırıq. Mənfi 1 ilə müsbət B, mənfi A ilə müsbət A. 1 ilə 1 topladıq. 2-yə bərabər oldu. Növbəti 100-cü suala baxaq. Deməli, 100-cü sualda A kiçikdir B, kiçikdir 0, kiçikdir C olduqda modulda A plus B, çıxılsın modulda C çıxılsın A, çıxılsın modulda C çıxılsın B ifadəsini sadələşdirin. Deməli, A, B sıfırdan kiçiksə, A biraz uzaqdırsa, A-ya mənfi 2, B-yə mənfi 1, C-də müsbət 1 deyək. A-ya mənfi 2 deyək, B-yə mənfi 1, C-yə 1 deyək, A-ya mənfi 2 deyək, C-yə 1 deyək, B-yə mənfi 1 deyək, bərabər. Mənfi 2-dən 1 çıxanda mənfi 3 eləyir. Modul daxil mənfidirsə qarşısına mənfi atıb çıxardırıq. Mənfini mənfiyə vuranda müsbət 2 1-in üstünə 2 gələndə 3 eləyir. Müsbətdir deyə yerini dəyişmirik, amma qarşısında mənfi var deyə mənfiyə görə mütləq mötərizə ilə çıxartmaq lazımdır. Mənfini mənfiyə vuranda müsbət 1-in üstünə 1 2 eləyir. Müsbət eləyir deyə yerini dəyişmirik. Sadəcə qarşısındakı mənfiyə görə mötərizə ilə çıxardırıq ki, axırda mənfiyə vuracaq. Mənfini bunların hər birisinə vuranda mənfi A çıxılsın B. Mənfini bunların hər birisinə vuranda mənfi C üstəgəl A. Mənfini bunların hər birisinə vuranda mənfi C üstəgəl B olacaq. Mənfi B ilə müsbət B gedir, mənfi A ilə müsbət A gedir. Mənfi C eyni işarəlidir. Toplamın işarəsini saxlayır. Bu qədər uşaqlar hələ ki, sağ olun.